Deməli, indiyə qədər ölkəmizdə heç bir avtomobil idxalçısı ESIM-i rəsmi şəkildə dəstəkləyə bilməmişdi. Çin istehsalı maşınlarda bu yalnız dolayısı yolla olurdu. Xarici vətəndaş üzərindən qeydiyyat, nömrə dəyişmələri və s. Amma məndə vəziyyət biraz fərqli oldu. Çünki Xpeng Azərbaycan məhz bizim bazar üçün xüsusi C-boxlar hazırlatdı. Bu cihaz maşını birbaşa lokal şəbəkəyə qoşur və nəticədə ESIM bütün funksiyaları ilə problemsiz işləyir. Qısaca desəm, ESIM avtomobildə adi SIM kartın virtual versiyasıdır. Bunun sayəsində naviqasiya, internet əsaslı xidmətlər, onlayn yeniləmələr və hətta musiqi platformaları hamısı birbaşa əlavə cihazsız işləyir. Yəni, maşın daim şəbəkəyə bağlı olur. Bu məsələnin iki gözəl tərəfi var. 1. İnternet pulsuz olacaq, yəni bütün xərcləri Xpeng öz üzərinə götürüb. 2. İnternet bağlantısını ölkənin ən sürətlisi Baksel təmin edəcək. Bunu bacaran ölkədə ilk və yeganə avtomobil brendi Xpeng oldu. İndi isə ESIM imkanlarından sərhədsiz şəkildə istifadə edə biləcəyik. Hamınıza rahat və texnologiya dolu sürüşlər arzulayıram.